Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 27 saylı körpələr evi uşaq bağçasına az yaşlılarla davranış qaydalarını lentə almaq üçün getdik. Bağçanın heyrətamiz görüntüsü elə ilk addımlarımızdan bizi heyran etdi. Bağçada körpələrlə o qədər gözəl, o qədər səbir və təmkinlə rəftar edirdilər ki, burada yalnız və yalnız əsl təhsil və tərbiyədən söz açmaq olardı. Az yaşlılar bayramla əlaqədar yumurta rəngləyib və rəng çalarlarını daha yaxından mənimsəyirdilər. Hər bir körpə səliqəli geyimi və mədəni ünsiyyəti ilə seçilirdi. Digər qrupda isə Novruzun atributlarından olan səməni kağız üzərində düzəldilməsi işləri həyata keçirilirdi. Bu qrupda isə uşaqlar özlərinə məxsus fəallıq göstərirdilər. Hələ onların Novruz bayramına hazırlanmış tədbirlərini nümayiş etdirmələri bir başqa aləm idi. Burada diqqətimizi çəkən ən gözəl nüans isə bağçada çalışan kollektivin uşaqlarla bərabər tədbiri daha rəngarəng etməsi idi. Şeirlər oxuyub musiqilər səsləndirdilər. Bir-birindən gözəl səhnəciklər nümayiş etdirdilər. Şəhid övladı olan Uğur bugünkü tədbirə çox məharətlə hazırlaşmışdı. Bax, elə Uğurun atası və əmisi kimi igid qəhrəmanların sayəsində biz bugün bayramlarımızı, möhtəşəm bayram tədbirlərimizi həyata keçiririk. Çünki bizə qələbə yaşadan unudulmaz qəhrəmanlarımızdır. İlk öncə uşaqlara biz ana qayğısı göstəririk, onların bilik və bacarıqlarının möhkəmlənməsi üçün əlimizdən gələni əsirgəmirik, onların inkişafı üçün hər gün məşğələlər keçirik, bütün bayramlarda onları necə lazımdır inkişaf etdiririk, onları milli ruhda, vətənpərvərlik ruhunda böyüdürük. Bugün bu tədbirin möhtəşəm şəkildə hazırlanması bizi heç də çaşdırmadı. Çünki 27 saylı körpələr evi uşaq bağçası həmişə bütün tədbirlərdə öz fəallığı ilə daim birincilər sırasında olub. Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.